میگن خوشمزه ترین کتلت های مامان پس هستش. بریم ببینیم ننه جون چجوری کتلت میپزه. Bax bu rəndə ilə yer almanı rəndə eləməyin. Yekə olar. Bax bu rəndə ilə eləyim. Bax bu da. Riz rəndi. olsun. Riz bax bu da. Manın, soğanın suyunu sıxdım. Bax vurdum buna bu da. Ləpəni bişirin. Yaxşı. Verin çarxa. Ondan bir qaşıq. Bax çox yox. Baba belə. Səpin qarışdırır. Un əvəzinə bu qəşəngdir. Un əvəzinə un vurmazlar ki. Yox. Un vursaz dadı olmaz. Düzdən dadı olmaz. Yox, xamır eləməysən ki unla. Yaxşı. Onu da mənə, onu xamura vurarlar. Sarı kökdüyü çox adam səbzi vurmayıb. Quru, bu da quru səbzidir. İyili, istotdur, sarı kökdür, duzdur. Vurun bax, vurun qoyun tamlı olsun. Qəşəng olayı, dadlı olayı, yeməli olayı. Bir dənə də yumurtanı sındırdım. Vurdum qaba, ondan bax töküyəm bax bunun içinə. Həmişə yumurtanı sındırın, tökün qaba. Da mən boşalıb getdim, qocuyam, piyalıya. Tökün piyalıya, ondan at vurun. Yoxsa yumurtanı o cür öz başınıza gətirib vurmayın. Qaba vurun, tökün. İndi bir dənə dəstkeş giyin, bunu əl üzlə qəşəng qarışdırın və izləyin. Yox, dəstkeş giyməyəcən, toxmaqla da. Ətsiz quşqub deyirsiniz, mən də qədimkiyəm, toxmaq deyirəm. Toxmaqla əzsin. Yox, toxmaqla da əzməyəcən, yekə qaşıq ki var, qaza pişirirsən, qaza çəkirsən, onunla baba belə-belə elə. Mən də qocuyam, gücüm çatmaz, belə. O qəşəng olur. Məhəmməd ya Əli. İndi get bizə qabağa turpun qabağını. Bunu da bu cür eləyir. Nənə, bax gör nəcür olubdur. Sağ ol, əllərini ağrımasın. Qəşəng olur.